Salam dəyərli dostlar və həmkarlarım, mən Kera Bəribər, Almaniyadan sizlərə salamlar. Bugün sizə Vahl maşınqamızın təmizlənməsi və yenidən sıfırlanmasını sizə göstərmək istəyirəm. Əgər çoxdandır maşınqanızı təmizləmirsinizsə, bunu mütləq edin, çünki içində aşırı dərəcədə çox tük yığılır və bu maşınqanın işlənməsinə çox çətinlik yaradır, çünki artı enerjide işlədiyi üçün həm enerjini sərfiyyatı çox olur, həm də ki istədiyin kimi istifadə edə bilmirsən. Mən həftədə bir dəfə təmizlədiyim üçün o qədər də çox tük yığılmır. Əgər siz çoxdandır təmizləməmisinizsə, bunu mütləq edin. Baxın, bütün relələr tüklə dolur və maşınqanın bıçağının hərəkətinə maneəçilik edir. Məsələn, mən nə qədər tez-tez təmizləsəm də yenə də tük yığılır, çünki yağlanır, eləyir və yağ tükü özünə çəkir. Əlimizə bir qəşəng şotka alırıq, tez-tez təmizləyirik, heç vaxt itirmədən, düşünmədən. Yəni fikirləşməyin sonra bunu necə yığacam. Çox sadə yığılır. 3-2 dənə şurupdur. Sadəcə olaraq sıfırladığın zaman bıçaqlarını çox da üst bıçağı sıfıra çəkməklə ki feyd edən zaman dərini kəsməsin. Çünki ucu bu maşınqanın bu növünün bıçaqların ucu çox iti olur. Çünki xırda bıçaqlar olur. Ona görə kəsmə ehtimalın yüksək olur. Ona görə sıfırın 1 millinin yarısı qədər dala çəkməlisən ki, rahat işləyə biləsən. Şuruplarımızı yerinə bağladıktan sonra əsas məsələ bax burada əziz dostlarım. Şuruplarımızı bağlayırıq, sonra yüngülləri boşaldırıq. Alt bıçağı polunu geriyə çəkirik, sıfırlayırıq, sonra azcana önə çəkirik. Bax azcana gördünüz, iynənin ucu qədər önə çəkirik. Ondan sonra şuruplarımızı sıxırıq. Maşınqamız hazırdır. Tapanca kimi müştərisin, Allah yetirsin. Sizi sevirəm, özünüzə yaxşı baxın. Tschüss.